Aşağıda çəng əlamətinin irsən nəslə ötürülməsini əks etdirən nəsil ağacı sxemi verilmişdir. Rəqəmlərlə göstərilmiş fərdlərin genotiplərinə müvafiq olaraq hansı bənddə doğru göstərilmişdir? Ağ çəng əlaməti bildiyimiz kimi dominant genlərlə ötürülür. Odur ki, mən birinci və ikinciyə, ümumiyyətlə, deməli, bu qara rəng olanlara dominant işarələrlə işarələsəm, dominant genlərlə böyük A-ları və içi boş olanları da kiçik A-larla işarə etsək, bunlar da hamısı kiçik A, kiçik A-dır. Buradan da kiçik A, kiçik A, kiçik A, kiçik A və kiçik A, kiçik A. İndi bizə deyir ki, sırayla tapaq. Buradan avtomatik D variantını ləğv edirik. Çünki gördüyümüz kimi birinci və ikincidə böyük genimiz vardır. Deməli, balalarına baxsaq, birinci ilə ikincidən əmələ gəlib 3. Deməli, böyük A-nı verib, sonra bu əmələ gəlib, sonra və burada dördüncüdə gördüyümüz kimi kiçik A, kiçik A var. Bu kiçik A-nın birini atadan, birini isə, daha doğrusu bu atadan, birini isə anadan almışdır. Deməli, birinci və ikincimiz heterozigot oldu. Heterozigot olduğuna görə A variantını ləğv edirik, C variantını ləğv edirik, qalır D və Y variantımız. Sonra baxıram üçüncüyə. Üçüncü ilə üçüncüdən əmələ gələnlərdə də gördüyümüz kimi kiçik A, kiçik A vardırsa, deməli, bu kiçik A-nın birini atadan, birini isə anadan alınmışdır. Deməli, üçüncü valideynimiz də nədir? Heterozigotdur. Baxsaq, burada üçüncü valideyni gördüyümüz kimi E variantını böyüyə götürülüb. E variantı da yanlışdır. Davam eləsək, bu 3 dənə gördüyümüz kimi düz getdi. Sonra dördüncüyə baxaq. Kiçik A, kiçik A şəklində yazmışam. Uyğundur. Və beşinciyə baxsaq, böyük A, kiçik A şəklində verilib. Həqiqətən də burada baxaq ki, böyük A, kiçik A ilə kiçik A çarpazlaşdırdıqda ya böyük A, kiçik A və yaxud da kiçik A, kiçik A alınır. Ona görə də deməli, böyük A, kiçik A olmalıdır beşincidə. Başqa variantı yoxdur. Altıncıya da baxsaq, içi deməli rəngli verilmədiyinə görə kiçik A, kiçik A olur. Bu da doğrudur. Doğru variantımız B variantı olmuş olur.